İndi oyunçularımız haqqında qalan, belə deyək də, məlumatlarımız var. Onları qeyd edək. Deməli, oyunçularımız dedik ki, bir komandada ən çoxu 12 oyunçu olur. Belə, bunlardan deməli, bunların da özünün formaları var. Oyunçular məhz formalarının mütləq arxasında adları, soyadları qeyd edilməlidir. Nömrələr də həmçinin öndə olur. Bax, gördüyünüz kimi nömrələr öndə olur. Bir də mütləqdir ki, nömrələrimiz 1-dən 18-ə qədər rəqəmlər sayında olsun. Lakin FIBA çempionatında, digər rəsmi turnirlərdə nömrə seçimi 20-yə qədər də ola bilər. Amma belə oyunlarda deməli nömrələr 18-ə qədərdir, 1-dən 18-ə qədərdir. Bir də dediyimiz kimi idmançılarımızın köynəyinin arxasında adları və soyadları qeyd edilmişdir. Bir tək komandanın kapitanın nömrəsinin altından mütləq kiçik belə bir xətt çəkilir ki, bilinsin ki, bu kapitandır. Yəni komandanın kapitanıdır. Komandanın kapitanından başqa digər belə deyək də fərqli, hər kəsin köynəyi eyni rəngdə olmalıdır, fərqli geyinməli deyil. Bir tək burada libora var ki, o fərqli rəngdə geyinir, buna icazə verilir. Bu libora haqqında da mən sizə məlumat verəcəm. Kapitanın bəs burada dedik ki, kapitanın xətt çəkilir ki, altından yəni bildirilir ki, bu oyunun kapitanıdır. Oyunun kapitanının burada belə deyək də mahiyyəti nədir, nə iş görür? Kapitan burada deməli başqa maç öncəsi müsahibə cədvəlini birinci imzalayır, bir də püşkatmada iştirak edir. Sonra həm də voleybolçulardan yalnız kapitan baş hakimə etiraz etmək hüququ vardır. Deməli, bu səbəbdən də o digər oyunçuların etirazına qulaq asıb hakimlə mübahisə edə bilər, yəni oyunçularına görə. Sonra bir də ehtiyat oyunçularımız vardır ki, burada oyundan kənarda olan ehtiyat 6 oyunun içərisinə daxildir. Əsasda 6 isə ehtiyatdır. Bilirik ki, ehtiyat oyuncular isə time-outlarda öz oyun bölgələrindən kənarda topsuz olaraq məşq edə bilərlər. Bu onların haqlarıdır. Bir də set aralarında isə sərbəst oyun bölgəsində də topla və ya topsuz isinmə hərəkətləri də edə bilərlər. Bax, bu oldu bizim oyunçularımız haqqında məlumatımız və geyimləri haqqında. Sonra burada var bizdə blok qurma. Blok qurma nədir müəllimlər? Blok qurma voleybolu toruna deməli toruna yaxın oyunçunun rəqib tərəfindən gələn topu tor üzərindən təmasla qarşısını almaq üçün tullanaraq edilən hərəkətdir. Baxın, bu formada. Oradan gəlir və təmasla gəldiyi halda biz əlimizlə blok qoyaraq bunu geri qaytararaq yerə salırıqsa, deməli bu çox yaxşı belə deyək də oyunda bir taktikadır ki, bununla biz ralli qazana bilirik, həm də servis atışı bizə verilir. Hər rallidə bilirik ki, voleybolda bir dənə də servis atışı verilir. Bloğun da özünün növləri var. Bloka təşəbbüs 3 növü var demək olar ki, 1, 2, 3. Bloka təşəbbüs, tamamlanmış blok, bir də kollektiv blok. Bloka təşəbbüs dedik. Bloka təşəbbüs nədir? Topa toxunmadan edilən blok hərəkətidir. Sonra tamamlanmış blok var burada. Yəni blokçunu topa dəydiyi anda blok tamamlanmışdır. Yəni gəlir topa dəydiksə blok burada tamamlanır. Bir də kollektiv 2 və ya 3 oyuncu tərəfindən edilən bu da güclü blokdur ki, neçə nəfər yığışır, birdən torun üzərindən topu geriyə qaytarır. Bir də burada var, aşağıda deyir qaydalar çərçivəsində edilmiş bloklar xətalı bloklar sayılır. Görək hansı bloklardır ki, xətalıdır. Blokçu deyir, rəqibin hücum vuruşundan əvvəl ya da eyni vaxtda rəqib meydançasının boşluğundakı topa dəyərsə, hücum vuruşu gəlir və əvvəl eyni vaxtda eyni topa dəyirsə, bu deməli xətalı blokdur. Arxa zona oyuncusu və ya libero bloka tamamlayar ya da tamamlanmamış blok qoyarsa, yəni arxa zonada olanın bir də liberon belə deyək də blok qormada elə iştirak edə bilmir. Rəqibin servisinə blok, servizdən gələn topa blok qurmaq belə deyək də xətalı blokdur. Top blok xaricində göndərilərsə, sonra
antenaların çönündə rəqibin boşluğunda blok qurarsa, yəni blok antenanın boşluğunda qurula bilməz. Libero oyunçusu fərdi və ya kollektiv bloka təşəbbüs edərsə, libero yəni ki oyunçusu libero dedik axı olmaz blok qurmada iştirak etmək. Topu qəbulu zamanı top əllə tullanmamalı və fırladılmamalıdır. Topun vücudda hər hansısa bir hissəsinə təmasına da icazə verilmir. Təmaslar eyni anda olması şərti ilə top vücudun müxtəlif yerlərinə də toxuna bilər. Bax, bu bizdə xətalı olan bloklarımızdır ki, xətalı sayılır. Sonra digər burada qeydlər var, ona bir daha nəzər salaq. Oyunda, bax, yadınızda qalsın, voleybol oyununda 5 topdan istifadə edilir. Setlər arası demişdik neçə dəqiqədir? 3 dəqiqə setlər aramız var. Yəni, birinci set qutarır, 3 dəqiqə belə deyək də vaxt verirlər. Sonra yenidən keçirlər ikinci setə. İkinci set qutardıqdan sonra üçüncü setin də arasında 3 dəqiqə, hər setimizin arasında 3 dəqiqə fərq olur. Dedik ki, beynəlxalq yarışlarda da 9 hakimdən ibarət olur. Hakimlərin, mən burada işini deyəcəm ki, hakimlər nədir? Baş hakimdən ibarətdir, köməkçi hakimdir. 4 dənə yan xətt hakimi var. Bir katib köməkçisi, bir rezver, bir də 6 meydan hakimdən hakim idarə edir. Baş hakim, köməkçi hakim, bir də 4 yan hakim. Bax, bu 9 hakim bunlardan ibarətdir. Baş hakimin, belə deyim də, mən qısa məlumat verim. Meydançada olan hakimlərdən, meydança hakimləri kənar hakimlər olmaq üzrə, belə deyək, 2 yerə bölünür. Meydança hakimlərinin biri torun üzərində, bax, belə bir şey quraşdırılır. Burada dəqiq verilməyib, torun bu kənarında və orada quraşdırılan oturacaqda oturur. Bunun özü baş hakim sayılır. Oturduğu yer torun üst bölgəsindən 50 santim yuxarıda olmalıdır. Məhz son qərarlarıdır. Servizə başlamasına icazəni baş hakim verir. Torun üzərində oturan. Əlində də deyir, çox gür səsli olmayan kiçik hakim fidi olur. O xal qazananı göstərmək üçün əlini komandaların birinə tərəf istiqamətləndirir ki, məsələn, bu komanda qalibdir. Servizi bu başlamalıdır. Sarı qırmızı kartlardır və son qərarlar da yalnız baş hakim təyin edə bilər. Bax, baş hakimlərin vəzifəsi budur. Baş hakim oyunda texniki işçilərin də işinə məhz nəzarət edir. Komandanın kapitanlarının rəylərinə də qulaq asır. Onların hətta qərarlarını da dəyişmək baş hakimə aiddir. Sonra maçın öncəsində baş hakim meydançanın topun və digər əşyaları yoxlayır. Bax, bu da onun səlahiyyətindədir. Oyunçuların məşqlərinə nəzarət edir. Komanda kapitanı ilə birlikdə başlama vuruşu üçün püşk edir. Biz dedik axı, kapitan da püşk atmada iştirak edir. Oyun ortasında oyunçuların mövqeyinə diqqət edir ki, baş hakim buna baxır. Hamısına arxa zona oyunçusudur. Libero'nun blok qurmasına icazə verməz. Sonra maç sonunda isə yarış cədvəlini yoxlamaq da, imzalamaq da baş hakimə aiddir. Bəs köməkçi hakim nədir? Köməkçi hakim də baş hakimlə üzbəüz bir-birini görəcək şəkildə, amma köməkçi hakim belə deyim də ayaqüstə dayanır və bu vəzifəsini yerinə yetirir. O müdaxilə hüququ olmadığı qərarlarda hakimə kömək edir, ancaq hakimi məcbur edə bilməz. Köməkçi hakim ehtiyac oyunçuların iskamyasında əyləşən oyunçulara da nəzarət edir. Qayda pozuntusu olduqda adından da göründüyü kimi köməkçi hakimdir. Məhz baş hakimə köməkçi hakim bildirir. Köməkçi hakim də baş hakim kimi məşq edən məhz oyunçulara nəzarət edir. Səhvlik olduqda, nəsə problem baş verdikdə baş hakimə bildirmək üçün taymatların, oyunçu dəyişikliklərini sayını hesablamaq da köməkçi hakimlərin işidir. Sonra ikinci taymatı götürdükdə 5-ci, 6-cı oyuncu dəyişikliyi edildikdə baş hakimə köməkçi hakim bildirir. Oyunculardan biri zədələnibsə, köməkçi hakim istisnaya oyuncu dəyişikliyinə icazə verir və zədənin sağalması üçün məhz 3 dəqiqə gözlənilir burada ki, zədə sağalsın.
Maç sırasında köməkçi hakim bax bu işləri görmüş olur. Yəni bir növ baş hakimə, belə deyək ki, köməkçi hakim öz işində kömək edərək ona məlumatları bildirmiş olur. Hə, sonra burada nəyimiz qaldı? Dedik, sonra voleybol meydançasının hündürlüyü var. 12-15 metrdir. Sonra servis zonamız var idi. Servis zonamızda dedik ki 9 metrdir. 18 bizim dedik uzunumuzdur. Enimiz isə servis zonası 9 metrlikdir. Məhz bu 9 metrlikdə biz servisimizi həyata keçiririk, servis atışlarını. Burada servis atışın belə deyək də edərkən gözləmək lazımdır ki, xətti tapdalamayaq. Xətti tapdaladıq, bu qayda pozuntusu sayılır. Xəttin belə deyək də arxasından topu atırıq servisə atarkən. Bax bu da deməli atırıq və sonra topu xəttə tapdalaya və içəri daxil ola bilərik. Sonra o voleybol oyunun sahəsi meydança və azad zonaya aiddir. Yan xəttdə azad zonanın məsafəsi 5 metr, servis xətti isə 6,5. 6,5 deyəndə, yəni servis xətti bizə verilir ki, 6,15-də durmaq üçün 6,15 metrlikdə, yəni 9 metr zonanın uzunluğunda olan hissənin 6,5-dən biz sağ tərəfdəkilər sağ tərəfdən servisi başlaya bilər. Sonra voleybolda oyun texnikası hücum və müdafiədir. Yəni hücum ola bilirik, bir də özümüzü hücum edə bilirik, bir də özümüzü müdafiə edə bilirik. Voleybol oyununda yadımızda qalsın 5 texniki fənd var. Hücum texnikası 3 texniki fənd, müdafiə texnikası isə 2 texniki fənddən ibarətdir. Hücum texnikası topun oyuna daxil edilməsi, hücum zonasına ötürülməsidir. Bu müdafiə texnikası isə blok və topun qəbul edilməsinə aid edilir. Bax bu da oldu qaydalarımız. Başqa burada müəllimlər nəyimiz qalıb? Diqqətlə baxaq. Görək keçmədiyimiz başqa nələr var? Hə, burada bir də müəllimlər bizdə nə var? Libora var. Dedik ki, libora necədir? Kapitan ola bilər. Gəlin liboranın işinə baxaq. Fərqli geyinən də məhz liboradır. Libora harda dayana bilir? Bizdə bilirik ki, ön zonadır, bir də arxa zonadır da. Burada şəklin mən əslində çəkmişdim, tam görsənməyib. Hə, burada baxa bilərik. Bax, burada gördüyümüz kimi ön zona var, bir də arxa zona. 3 metrlik öndür, 6 metrlik isə arxa zona. Məhz libora arxa zonada 6-cı oyunçudur. Libora demək olar ki, kapitan ola bilər. Kapitan ona verilir. Sonra libora arxa xəttin istənilən oyuncusu ilə əvəz edilə bilər. Sonra liboranın başqa nə işi var? Oyunun arxa xətti oyuncusunu oyun kimi məhdudlaşır və heç bir yerdən topu torun yuxarı hissəsindən hündür olduqda yekunlaşdırıcı hücum zərbəsi vurmağa icazə verilmir. Bax, belə deyim də, əgər top gəlirsə, heç vaxt servisi məhz ata bilməz. Bir də ki, topdan aşağı hissədən top gələrsə, libora topu qaytara bilər. Libora blok qurmada iştirak edə bilməz. Sonra liboranın boyu var, ideal boyu. Liboranın ideal boyu 1,65 santimetrdir. Bir də dediyim kimi 6-cı oyuncu hesab edilər. Libora bax solçulsa ki, kapitan ola bilər. Bəli, kapitan ola bilər. Amma servisə oyunu daxil edə bilməz, blok qurmada iştirak edə bilməz və cəhdə göstərə bilməz. Sonra bizdə ki, saat əqrəbə istiqamətində ki, dedik ki, yer dəyişmələr olur hər rally vaxtı. Libora 6-cı oyuncudur. Digər buradan deməli 5-ə keçə bilər. Amma 5-dən sonra deməli dəyişiklik olduqda ön zonaya keçə bilməz. Bu zaman libora oyundan çıxır. Və yenidən libora arxa oyuncu saylar qayıtdıqdan sonra libora oyuna qayıdıb öz arxa zonasında dayana bilər. Bax, libora hücum zonasında dayana bilməz, servis ata bilməz. Libora arxada dayanır, 6-cı oyuncumuzdur. Boyu da dedik neçədir? 1,65 santimetr.
olmalıdır. Bax, burada deyir ki, məsəl üçün, yerinə keçdiyi 4-cü zonaya gələrsə, başqa bir oyunçu ilə dəyişərsə, oyundan artıq çıxır. Hər iki vəziyyətdə oyuna girmək üçün bir xalın qazanılmasına gözlənilməlidir ki, artıq arxa zonaya, yəni ata bilməz. 3 metr, bir də ki, belə deyək də, dedik ki, heç vaxt servis ata bilməz. 3 metr məsafədən hücum da edə bilməz. Arxa zonada hücum edə bilər, ancaq bir də tullana bilməz libero. Arxa zonaya gələn topları barmaqla da ala bilməz, ancaq istisna hallar var ki, onu da ala bilər. Digər oyunçular da yerini dəyişikliyi edə bilər. Və bu da bizim libero haqqında məlumatımız idi. Bizdə nələr qaldı? Bizdə qalanlar odur ki, bir də nəyimiz qalıb görüm, onlara mən nəzər salım, sizə deyim. Bir torun dedik ki, oturacaqda oturur, hakimləri demişik. 3 cür olur dedik, deməli blok qurma, bunu da dedik. Bir də mən sizə nə demişəm? Deməmişəm, voleybolda xal qazanma. Voleybolda xal qazanma 3 cür olur. 3 cür xal qazanmamız var. Birinci, top rəqib komanda meydançasına düşərsə, bax, rəqib komanda meydançasına, bax, qısa formada yazıram, düşərsə bir top. Sonra 2, komanda səhvə yol verərsə, bax, bu voleybolda xal qazanmadır. Komanda voleybolda səhvə yol verirsə, biz xal qazanmış oluruq. Sonra komanda cəza alarsa, biz deməli neynirik? Xal qazanırıq. Bununla bərabər də servis oluruq. Sonra müəllimlər, burada bir də blok qurmada nə qalmışdı? Blok qurma deyəndə, yəni bizim topa toxunuşumuzdur. Bax, top buradan gəlirsə, bizdə topla demişdim ki, 3 toxunuş komanda edə bilər, 1 toxunuş isə oyuncu. Bax, top buradan gəlib, düzdür? Bax, birinci oyuncu topu əlini vurdu, arxaya tərəf getdi. Və yaxud da ki, bu arxa zonaya gəldi. Arxa zonadan, deməli, belə deyək də, topa 5-ci əlindən vurdu. Sonra gəldi burada 2-ci oyuncu əlindən vurdu. Sonra burada 3-cü oyuncu vurdu, top getdi. Artıq 4-cü oyuncu gələn topa əlini vura bilməz. 3 dənə ilə qurtarmalıdır. Nə zaman 4 toxunuş edə bilərlər? Bax, blok toxunuşundan ki, top deməli gəlir. Bu zaman 4-cü toxunuşu edirik ki, yəni ki, bu blokdan qayıdıb. Blokdan qayıdan topa biz 4-cü toxunuş edə bilərik. Lakin dediyim kimi, başqa vaxtı 3 toxunuşdan artıq 4-cü toxunuşu ediriksə, qayda pozuntusu hesab edilir və xal rəqib komandaya servis atmaq da ona verilir. Oyuncu da bir dəfə topa toxuna bilər. Sonra bir də müəllimlər demişdik ki, bizim testlərimiz neçə setdən ibarətdir? Minimum 3, maksimum isə 5 setdən ibarətdir. 3 setin qalibi olan komanda, deməli, qalib hesab edilir. Əgər qalib müəyyən deyilsə, 5-ci setimizə qədər gedir. Setlərimiz də 25-dir, amma gərəkdir ki, onların arasında 2 fərq ola. 24-24-dürsə hesabımız, məsəl üçün, gərək burada 2 xal ola, 26 qazana ki, oyun setinin qalibi hesab edilə. Və 2 fərq olmadısa, oyunun qalibi hesab edilmir. 5-ci setimizdə dedik, 1-ci setdə bir püşkatma olur. Bir də komandaların arasında 5-ci setdə püşkatma olur. 5-ci setdə də komanda belə deyək də, istəsələr yerlərini dəyişə bilərlər, istəməsələr də öz yerlərinə qala bilərlər, püşkatmayan nəticəsinə baxmayaraq. Amma bir dənə 5-ci setdə bunu qeyd etməmişəm. Nə zaman yer dəyişirlər? 8-ci xala çatırlarsa, baxın 8-ci xal. 8-ci xala çatıblarsa, deməli 5-ci setdə yer dəyişmə olur. İndi bizdə nələr qaldı? Qaldı bizdə voleybol hakiminin işarələri. Voleybolda hakimin işarələri var. Bax, deyir ki, ikili toxunma olubsa topa. Yəni, əl yuxarı qaldıraraq və barmaqlarla 2 göstəririk. Bax, işarəyə diqqət yetiririk. Gördüyünüz kimi əl qalxır və barmaqla 2-yi göstərilir. Sonra
Səhv yol verən oyunçu əli ilə qurşaqdan aşağı. Bax, əgər səhvə yol veribsə, əlimizlə qurşaqdan aşağını göstəririk. Hissənin sonu, bax, çarpaz şəkildədir. Amma basketbolda necə idi? Oyunçu dəyişikliyində idi bu çarpaz şəklində. Bax, onda çarpaz saxlanılırsa, deməli hissənin sonu hesab edilir. İstirahət fasiləsində üfüqi vəziyyətdə, bax, gördüyümüz kimi əlimiz saxlanılır və oyunçu digər əlinin barmağı ilə şaqili olaraq toxunur. Bax, bunu basketbolda necə idi? Texniki taymat kimi, yəni T hərfi kimi götürürdülər ki, bu işarəni texniki taymatdır. Amma burada istirahət fasiləsi üfüqi vəziyyətdə və ovucumuzda şaqili vəziyyətdə əlimizi tuturuq. Oyunçu dəyişikliklərində də bax, əllər bu formada dairəvi şəkildə hərəkət etdirilir. Sonra topun oyuna daxil edilərkən ləngimə varsa, burada nə edirik? Barmaqları aralıya, ovucu şəkli yuxarı. Bax, barmaqlı aralı formada ovuc yuxarı qalxmış olur. Tora taxınırıqsa, bir əllə toru burada hakim göstərir, gördüyünüz kimi. Qarşılıqlı səhv varsa, hər iki baş barmağımızı yuxarı qaldıraraq qarşılıqlı səhvi göstəririk. Sonra blok arxa xətt oyuncusu tərəfindən yerinə yetirilirsə, deməli nə edirik? Hər iki əllərimizi yuxarı qaldırırıq ki, yəni bu blokda arxa xətt oyuncusu blok qura bilmədiyi üçün hər iki əlimizi qaldırıb bu işarəni göstəririk. Keçid zamanı yerləşdirmədə səhv əlimizi aşağıda bax doğru fırlama hərəkəti edirik. Sonra tor üzərində əli keçirmişiksə, rəqib tərəfdən bax torun üzərini göstəririk burada. Tora toxunmada, deməli aşağı tərəfdə gördüyünüz kimi burada göstərdik toru. Amma deməli rəqib oyun sahəsini keçibsə, bax yuxarıya doğru bu göstəririk. Yəni toru əl üzərindən keçirdirik. Sonra burada digər nə qaldı? Arxa xətt oyuncusunun qadağan edilmiş hücum zormasına zərbədirsə, əlimizi gördüyünüz kimi bir istiqamətdə aşağıya, birini isə bu formada gətirib belə göstərmiş oluruq. Sonra burada vərəq göstərmə var. Sarı, qırmızı xətt bir əldədirsə, eyni əldədirsə, deməli hissədən xaricdir. Müxtəlif əllərdə isə dedik ki, ümumilikdə oyundan xaricdir. Sonra top oyuncuya toxunubsa, əlimizi bu formada göstəririk ki, yəni top oyuncuya toxunub. Sonra xəttdəki hakim bunu göstərir. Top oyuncuya toxunub, yəni belə deyək də, bayraqda. Top antenanın arxasından keçiddir. Bu formada əlindən bax göstərir, işarə qoyur. Sonra aşağıya doğru top oyuna daxil edilərkən səhvə yol verilibdir. Sonra 4 toxunuş olubsa, barmaqlarımızı qaldıraraq 4 göstəririk. Oyuncu orta xətti rəqib tərəfi kimi keçibsə, əlimizi aşağıya doğru, bir də top saxlanılıbsa, əlimizi gördüyünüz kimi bu istiqamətdə bükülü vəziyyətdə göstərərək dirsəklərimizi yüngül bükür, ovucumuzu isə yuxarı açaraq göstəririk ki, yəni top saxlanılıbdır. Bu da bizim voleybol üçün olan hakim işarələrimiz idi.